Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Başlayaq 10 suallıq sınağımızın izahına. Hansı cümlə başlanğıc formadan ibarət sözlə başlamışdır? Yəni biz sadəcə birinci sözlərə baxmalıyıq, çünki şərtdə bizdən o tələb olunur və görək hansı məhz başlanğıcdadır. Bildiyimiz kimi əsasən başlanğıc formaya qrammatik şəkilçi daxil olmaz normalda. İstisnalar var, onlar da qaydanı pozmurlar. Çağırışçılar sözündə deməli başlanğıc forma çağırışçı sayılır, çünki lar, lər qrammatikdir. Sevincdən, filan kəsdən mənasındadır da bu, düzdürmü? Filan kəsdən bu hərəkəti heç kim gözləmirdi. Belə olduğu mənada başlanğıc sevinç sayılır. Dən burada artıqdır. Yaralını başlanğıc yaralı sayılır. N burada artıqdır. Bərkdən nə tərzdə, nə vəziyyətdə başlanğıc elə burada tam özüdür. Deyərsiniz, bəs dan, dən niyə bura daxil oldu? Çünki dan, dən leksikdir. Zərf düzəldən şəkilçi olduğuna görə o da başlanğıca daxildir. Variant D variantı. Oyunçunu sözünün də başlanğıcı oyunçu sayılmış olur. Birinci sualın cavabı olacaq D variantı. Sual 2. Quruluşuna görə məntiqi ardıcılığı müəyyən eləyək. Yoldaşlıq, yol sözün kökü daş leksikdir, lıq leksikdir. Ümumiyyətlə çağdaş, yoldaş, sirdaş bunlar düzəltmədir. Qardaş sözü sadədir. Daha sonra bu oldu düzəltmə. Xoşbəxtlik, xoş var, bəxt var. Əgər bir sözdə artıq sən 2 dənə kök gördünsə, day orada nə qədər leksik, nə qədər qrammatik əlavə edilməyindən asılı olmayaraq o söz avtomatik mürəkkəb söz sayılır. Çaşıb deməyin ki, xoşbəxtlikdə lik var deyə düzəltmədir. Olsun da lik. Bu söz artıq başlanğıcından belə deyə də bu hissədən bilinir ki, 2 dənə söz daxildir buna. O səbəbdən də mürəkkəbdir. Necə ki, məsələn, balıqçılar sözünə qrammatik şəkilçi artırsaq da o sadə söz sayılmır ki, düzdürmü? Nə olsun ki, qrammatik artırıblar? O söz yenə də düzəltmə sayılır. Eləcə də xoşbəxtlik sözü olsun. Bu sözə nə qədər leksik artırsan artır, nə qədər qrammatik artırsan artır. Bu sözdə məhz 2 dənə kök var deyə, 2 dənə söz var deyə bu söz şəkilçilərindən asılı olmayaraq mürəkkəb sayılır. Tanışlıq bu da düzəltmədir. Düzəltmə, mürəkkəb, düzəltmə. Sən də variantlara baxsan ki, hər variantda 2 söz var. Deməli, təzdən mürəkkəb gələcək. Ondan da sonra təzdən düzəltmə gələcək. Yəni, variantlarda ardıcıllıqla mürəkkəb və düzəltməni axtarmalısan. Cavabımız C variantıdır. Danışdırdılar, nə etdilər. Sözə sual vermək metodumuz var. Sözə sual verirsən, verdiyin sualın içərisində eşitdiyin şəkilçilərə qrammatik, eşitmədiyin şəkilçilərə isə leksik deyirsən. 1 leksik, 2 qrammatik, 3-cü sualın cavabı olacaq Y variantı. Sual 4-lə davam edək. Cümlələrin birində eyni köklü sözlər işlənmişdir. Nə olsun ki, cümlə verib? Sən bu cümlədən bir-birinə bənzəyən sözləri seç, işin daha rahat olsun. Bax, bir-birinə bənzəyən nə qədər söz varsa seçdim. Əla. Bitdi. Gəlin görək hansı cümlədə işarələdiyim sözlər eyni köklü sayılar. Baxaq. B variantında yazır sadədir, sadə söz eyni köklü ola bilməz. C variantında güllər sadədir, gülçü və gülüş sözlərdə eyni köklü deyirlər. Birinin kökü gül ismidir, birinin kökü gülmək feilidir. Bu da çıxdı. D variantında ov sadə olduğuna görə çıxdı. Y variantında kəsti sadə olduğuna görə çıxdı. Variant A variantı. Bəs deyirsiniz, burada əkin sözündə in bəlkə qrammatikdir. Xeyr, buradakı in isim düzəldən leksik sahəsidir. İsim düzəldən leksik şəkilçidir. Biri var, deyərəm ki, nəyisə yerə əkin, o in qrammatik olar. Amma əkin sahəsindəki in leksikdir. Cavabımız olacaq 4-də A variantı. Sual 5-lə davam edək. Hansı cümlədə qrammatik şəkilçinin başlanğıc formaya daxil olduğu söz işlənmişdir? Bu tip sual bayaq işlədik, deməli birinci sualda.
Dedi ki, normalda başlanğıca qrammatik daxil deyil, amma istisna hallar var. İstisna hallar hansılardır? Yadda saxlayın. Gil, sız, çı, bir də daçı. Bu 4 leksik şəkilçi. Elə leksik şəkilçilər sayılır ki, bu leksiklərdən qabaqda, yəni sol tərəfdə istisna hal kimi qrammatik şəkilçi ola bilər. Məsələn, bizimki. Bax, dediyimiz kimi, ki özündən qabaq qrammatik şəkilçi gətirə bilər. Cavabımız olacaq B variantı. Məhz bu səbəbdən də leksikdən qabaq qrammatik gəlib deyə bizdən asılı olmadan qrammatik şəkilçi, yəni bizim ürəyimizdən gəlmir onu əslində başlanğıca salmaq, amma qayda deyir ki, neyniyək? Qrammatiki də məcburiyyətdən başlanğıca sala bilirik. Qrammatik də nə vaxt başlanğıca salındı? Leksikdən qabaq gələndə. Cavabımız B variantı. Dedi ki, hansı şəkilçilərdir? Gil, sız, çı, bir də daçı. Bu 4 leksik şəkilçidir ki, bunlar qabağında qrammatik gələ bilir deyə bu tipli sözlər harda verilsə, deyəsən ki, həmin sözlərdə qrammatik şəkilçi başlanğıc formaya daxil sayılır. Digər variantlara özündə baxsam, bu 4 dənə problem yoxdur həmin variantlarda. Ona görə də heç o variantlarla vaxtını itirməyə dəyməz. Sual 6. Düzəltmə sözləri müəyyən edək variant Y variantıdır. Məsələn, istər dinlə fərq etməz, hər ikisi sadə sözdür. Kimyəvi sadədir, dərdimiz sadədir, çalışmadan bu da sadədir. Məsələn, əli açıq bu mürəkkəbdir. 6-cı sualın cavabı olacaq Y variantı. Sual 7-dən davam edək. Hansı cümlədə altından xətt çəkilmiş şəkilçi leksikdir? Variant D variantıdır. Ənənə sözün köküdür, bu isə leksikdir. Gülün sadədir, qocalmışda mış feili, qocalmış evin divarı, feili sifət şəkilçisidir. Qışı qrammatikdir. Qışı həmişə bir başqa hisslə gözləyirdi, təsirli haldır. Anda, əndə feili bağlama şəkilçisi sayılır deyə bu da qrammatikdir. Variantımız olacaq 7-də D variantı. Sual 8. Hansı cümlə kökü feil, yarandığı nitq hissəsi isim olan sözlə başlayır? Kökü feil. Bu da feildir, bu da feildir. Çünki gün feilə qoşulan şəkilçidir. Bu da feildir, bu da feildir, bu da feildir. Kökü feildir hamısı. Yarandığı nitq hissəsi isim. Söz nədən yaranıb? Bunu biz necə tapırdıq? Kök və şəkilçiyə ayırırdıq hər bir sözü. Hər bir sözü kök və şəkilçiyə ayırırdıq və ən son leksiki silirdik. Ən son leksiki siləndə də görək cavabımız nədir? Yarandığı isim olsun. Məsələn, Y-dən başlayıram. Gərgin sözünün yarandığı feildir, gərmək feili. Üzgün sözü, belə deyək, üzgünlük sözü üzgün sifətindən yaranıb. Uçurum sözü uçurmaq feilindən yaranıb. Düzgünlük sözü düzgün sifətindən yaranıb. Cavabımız A variantıdır. Döyüşdəki sözü döyüş ismindən yaranıb. Cavabımız A variantı. Eyni köklü sözlər cərgəsini göstərək. Variant C variantıdır. Bağımız sadə, görmək sadə, yazmış sadə, sadə sözlər bildiyimiz kimi eyni köklü sayıla bilməz. Qırmaqdan qırğın, qırmaqdan qırıcı, qırmaqdan da qırıntı. Variant C variantı. Bəs niyə A ola bilməz? Bax, əslində hər biri maşallah düzəltmədir. Burada problem yoxdur. Amma köklər eyni deyil. Bunun kökü feildir. Bunların kökü isə isim sayılmış olur. Köklər eyni qalmayanda onlar eyni köklü ola bilməz. Variant C variantı. Sual ondan davam edək. Hansı cümlədə fərqləndirilmişdir leksik deyil? Yadda saxla. Dırdan sonra birbaşa maq-mək qoymaq olursa leksik, dırdan sonra birbaşa maq-mək qoymaq olmursa qrammatikdir. Yazdırmaq leksik, güldürmək leksik, eşitdirmək leksik, yoxlatdırmaq leksik, silmişdirmək olmaz. Deməli, qrammatik variantımız olacaq. Onda D variantı.